Bismillahirrahmanirrahim. Əziz möminlər, hər biriniz müşahidə eləmişsiniz. Görmüsünüz ki, bəzən dənizdə, sahil tərəfdə yelkənli qayıqlar üzərlər. Amma o qayıqlar dənizin dərinliyinə tərəf gedə bilmirlər. Əgər geçsələr, külək olsa, dalğa olsa, onlar orada aşacaqlar, batacaqlar. Yəni, üzə bilməyəcəklər. Amma dənizin o dərinliyində üzən qayıqlar var, möhkəm qayıqlar var. Onlara o külək heç bir təsir eləmir. Hətta böyük dalğalar da onlara təsir edə bilmir, onlar da üzürlər. Amma onlar da o dəryanın tam dərinliyinə gedə bilmirlər. Əgər geçsələr 10 metr, 15 metr hündürlüyündə bəzən fırtınada dalğalar olur, o dalğalara tab eləyə bilməyəcəklər, batacaqlar. Oranın özünə uyğun nələri var? Gəmilər var ki, orada gəmilər üzər, böyük gəmilər üzərlər və o dalğalara sinə gələrlər, tab gətirərlər və üzə bilərlər və batmazlar. İnsanların imanları da bu cürdür. İmanlar da bu cür nədir? İmanlar da dərəcə ilədir. Bəziləri insanların imanları bənzəyir o sahildə üzən yelkənli qayıqlara. Bir qədər dərinə getsə, biraz tifan olsa, külək əksə, dalğa olsa, nə olacaq? Çevriləcək, batacaq. Amma görərsən ki, dəniz sakitdir, külək yoxdur. Bu qayıqla elə nə qədər istəsən, gedəcəksən, nə qədər istəsən, gedəcəksən. Lap o gəmilərin üzdüyü yerdə də üzə bilərsən. Nə zaman? Külək yoxdur, dalğa yoxdur, sakitdir. Elə ki, külək qalxdı, elə ki, dalğa gəldi, batacaqlar. O cür də bəzi insanlar aramlıq vaxtında, rahatçılıq vaxtında, sakitçilik vaxtında onların imanlarının ölçüləri bilinmir. Bilinməz. Heç bilinməz. Onların imanlarının ölçüsünü bilməkdən ötürü mütləq nə olmalıdır? Bir sınaq olmalıdır, sınaq. Necə ki, o lotqaları, o qayıqları yoxlamaqdan ötürü bir sınaq olmalıdır. Bunu buraxmalısan bir gəmiyə görə batır, yoxsa yox. O cürlə də bir sınaqlar olmalı. Bəzən Allah, bəzən möminlər üçün sınaqlar yaradır. Sınaqlar yaradır ki, onların imanları üzə çıxsın. Mən bir misal çəkim sizə. Kərbəlaya 3000-ə yaxın insan gəlmişdi Məkkədən. 3000-ə yaxın. Əgər onlar sakitcə halda Küfəyə girsəydilər, İmam əleyhissalam da orada əmirlik eləsəydi, Həbib ibn Məzahirlə o digərinin arasında bir fərq olardı, olmazdı? Olmayacaqdı. Müslim ibn Öfsəcə ilə o digərlərinin arasında bir fərq bilinəcəkdimi? Bilinməyəcəkdi. Hətta çox danışanlar, söz deyənlər, neyniyənlər, alimlər də var idi orada, cürbəcür adamlar da var idi, mənəm deyənlər də var idi. O bilinməz. Onların içlərinin üzə çıxmasından ötürü, içərlərinin üzə çıxmasından ötürü, məndiklərinin üzə çıxmasından ötürü mütləq bir sınaq meydanı olmalıydı. Sınaq meydanı olmalıdır. İndi işlədilmir çox, amma qabaqlar ələk var idi, ələk. Onu qoyardılar əliyə, əliyərdilər.
Əley lazımdır. Allah bəzən mömin cəmiyyətləri əliyər. Kim qalar, kim gedər, onlar üzə çıxar. Buna deyirlər sınaq, imtihan və yaxud bəla. Və yaxud bəla. Bəzən cəmiyyət üçün bu bəla gələr. İctimanın kimliyi çıxar üzə. Bəzən də fərdlərə bəla gələr, onun şəxsiyyətini Allah çıxarsın üzə. Kimliyini çıxarsın üzə. Həzrət İmam Hüseyin əleyhissalam bunu hamınız bilirsiniz. 12 imam var, 11'i şəhid olub, amma Hüseynin matəmini saxlayırıq. Düzdür deyil. Hüseynin matəmi saxlanıb. İmamlar belə onun matəmini saxlayıblar. Səbəb, əgər Kərbəla olmasaydı, Hüseyin bu məşhurluqda olardı ya olmazdı? Yox. Digər imamlar kimi eyni sırada biz onu səsləndirəcəkdik, adlandıracaqdıq, onun haqqında danışacaqdıq. Ona görə də Allah bəzən şəxslərin özlərinin də içini üzə çıxarsın deyə onların üzlərində olan hicabları, bəzən hicab mənfi hicab olar, bəzən pis olar, bəzi insanların hicabları çıxar, içərisindən iyrənclik görsənər. Bəzilərinin hicabları gedər, böyüklikləri çıxar ortalığa. İmam Hüseyin əleyhissalamın cismani hicabını apardılar, böyük ruhu tutdu dünyanı. 1400 ildir onun ruhu dünyanı əsir eləyib özünə. Gör nə böyüyündə ruhu var imiş, hə? Bəzi insanlarda isə əksinədir, onun sınaq zamanında onun hicabı gedər aradan, içinin mənfiliyi, iyrəncliyi çıxar ortalığa. Mən buna bir adam bilirdim, mən bunu nəsə bilirdim, mömin bilirdim, o deyilmiş. Baxın, Peyğəmbər əleyhissalamdan bir hədis var, mən bir ikisini qeyd eləmişəm bura, məşhur hədislərdir. Buyurur Allahın Rəsulü, İnnə əşəddən nasi bəlaən əl-ənbiyəu thumməl-ləzīnə yəlunəhum thumməl-əmthəlu fəl-əmthal. Buyurur Peyğəmbər əleyhissalam ki, ən çox bəlaya düçar olanlar peyğəmbərlərdir. Ondan sonra onlara yaxın olan vəlilərdir. Və sonra isə onların misal olanlar, onlara bənzəyənlərdir. Özlərini onlara bənzətmək istəyənlər ki var, onlara bənzədə. Deyir, ən çox bəlaya mübtəla olanlar bunlardılar. Digər bir hədisdə buyurulur ki, İnnə əşəddən nasi bəlaən əl-ənbiyəu, thumməl-əvliyəu, thumməl-müqarrabun, fəs-salihunə, fəs-salihun. Buyurur ki, ən şiddətli bəlalar insanlar içərisində ən çox bəlaya mübtəla olan ənbiyadır. Ənbiya kim? Peyğəmbərlər. Thumma əvliyə. Sonra o Allahın vəli qulları, imamlar, övliyalar, vəlilər. Thumməl müqarrabun, sonra yaxın olanlar, yaxınlıq dərəcələri olanlar və salihun və salih bəndələr. Bəla nədir? İndi nə dedim? Bəla nə olan şeydir? Bəla sınaqdır. Bəla sınaqdır. Bu sınaq, bu bəla 3 qismdədir. Hər insana eyni cür təsir eləməz. 3 qismə, hərəsinə, 3 qism insana hərəsinə bir cür təsir eləyər. Birinci qism bunlardır ki, onlar Allah bəlanı, o sınağı onlara göndərər ki, məqamları böyüsün. Məsələn, Peyğəmbərlərə niyə bəla göndərər Allah? Məqamları daha da bilin, çoxalsın. Məsələn, Həzrəti Muhammed əleyhissalam buyurur ki, Peyğəmbərlər içərisində ən çox bəlaya mübtəla olan mənəm. Ən çox şəfaətdə də kim sahib olacaq qiyamətin günündə? Həzrəti Rasulullah sallallahu aleyhi və səlləm. İmamlar içərisində ən çox bəlaya mübtəla olan kimdir?
Həzrət İmam Hüseyin əleyhissalam. Ən böyük şəfaət sahibi kimdir? İmam Hüseyin əleyhissalam. Bu məqamdır. İndi cürbəcür məqamlar var da, bu birini dedim mən birini dedim. Bu məqam və məqamdır. Onun məqamını böyüdərlər Allah. Ariflər bir gözəl söz deyirlər. Deyirlər, bəla fəqət sınaq deyil. Gör nə gözəl sözdür, bax. Deyir, bəla fəqət sınaq deyil, bəlkə kamilləşmə və təkamül alətidir. Yəni, bəla ilə bəndə kamala gedər, təkamülləşər, yuxarı dərəcələrə gedər. İbrahim'i odatdılar, sınaq idi yoxsa yox? Nə oldu? Gör oldu harda. İsmail'in qurban məsələsi gəldi, İbrahim'e qurban məsələsi gəldi, İsmail də, İbrahim də bu sınaqdan hara getdilər? 5000 il keçib azından o hadisənin üstündə bu günləri bir nəqətli hadisəsini danışırıq. Gör nədir? Dünyanı, bir işləri, bir sınaqları, böyük bir sınaq, onları neynədi? Kamilləşdirdi, təkamül verdi onlara. Bəzi ariflər deyiblər ki, bəla xüsusi ilahi diqqətdir. Diqqət. Mən xatırlayırsınız da bir dəfə bəlanı yarış kimi misal çəkmişdim. Görürsən ki, bəzi idmançılar olurlar, bunlar məşq edərlər. O məşqçinin hansısa bir tələbədə gözü, diqqəti çox olar. Hansının üzərində diqqəti çoxdursa, onu daha çox yarışa salar, daha çox, nə bilim, döyüşdürər, daha çox neynəyər. O döyüşmə var, o yarışa salma var. Bunun mənası odur ki, bundan bunun gözləntisi var. Allah hansı bəndəsinə bəla verirsə, onun gözləntisi var. İstəyir, onun içərisindəkini sıxıb çıxarsın. Görərsən ki, bir bir meyvə deyək, ya nə bilim, quru meyvə deyək, onu sıxdıqca yağı çıxar üzə. Yəni, nə qədər çox sıxsan, yağı o qədər çox çıxar üzə. Buyurur ki, xüsusi ilahi bir rəhmətdir. Ariflərdən birisi buyurur ki, lütfün gizli şəklidir. Bəh, gözəlsidir. Lütf-i ilahinin gizli formasıdır. Sən onu bəla görürsən, amma lütf-i ilahidir. Bayaqlar söylədiyim ki, lütf-i ilahidir. Bax, keçən günlərdə bir şey oxudum. Ümmü Səlimə hədisi xatırlayırsınızsa. Peyğəmbər əleyhissalam Ümmü Səliməyə söylədi ki, Cəbrail mənə xəbər verdi ki, Hüseyni şəhid edəcəklər. Bu xəbəri verdi. Ümmü Səlimə deyir, dedim Rasulullah ki, ya Rasulullah, məgər Allahdan istəyə bilməzsənmi ki, bu bəlanı, bu işi Hüseynin üzərindən götürsün. Allahın Rəsulü buyurdu ki, mən istədim, amma Allah mənə buyurdu ki, Hüseynin bu qətlinin, bu şəhadətinin müqabilində, bu bəlalarının müqabilində ona elə bir şeylər verəcəyəm ki, məxluqatdan heç kəsə verməmiş olacağım. Böyük sözdür. Ən böyük şəfaət bu nə biz oturmuşuq dünyada, bizim şəfaət zəd lazımımızdır. Elə ki can çıxdı o dünya, qiyamət, məhşərin günü gəldi, sən necə axtaracaqsan ki, sənə bir şəfaət, sən bir mömin qabaqda gedən möminə deyəsən, mən də səni tanıydım, qonşum idin, mən sənə yaxşılıq elədim. Şəfaət məqamı gəlib geçəcək qiyamətin günündə. Qiyamətin günündə elə ağır vəziyyətlər olacaq ki, xilas olmaqdan ötürü ana öz balasını qurban verəcək. Ata günahlarını evladının boynuna atacaq ki, buna görə mən elədim bunları.
Günahır bir vəziyyətdir. O günkü gündə insan şəfaətçil axtaracaq. Xoş halımıza adımız düşsə İmam Hüseyin əleyhissalamın dəftərinə, xanım Zəhranın dəftərinə şəfaət yetişər. Peyğəmbərin şəfaəti yetişər inşallah qiyamətin günündə. İndi baxın, İmam Hüseyin əleyhissalama verilən böyük dərəcələrdən birisi bilirsən nədir? Həsən və Hüseyin imama, iki dənə imam idilər, düzdür Peyğəmbər əleyhissalam buyurur. Amma imamət kimin nəslindən davam elədi? Hüseynin nəslindən. Kərbəla, bəla. Hə? Sözdür ya bu. Səbəbdir ya. Aləmin xilaskarı İmam-ı Məhd Hüseynin nəslindəndir. Bir hədis yadıma düşdü. Xanım Zəhraya Peyğəmbər deyəndə Xanım Zəhra ağladı. Dedi, bəs mənim oğlumun intiqamını alan olmayacaq. Dedi, onun evladlarından birisi, bizim qaimimiz gələcək Hüseynin intiqamını alacaq. Allah bu işdə bizi ona köməkçi qərar versin. Ha. Bir alim gözəl deyir, eşq ilə olan bəla rübənddir. Bayaqlar söylədim bunu bir cürə, rübənd. Rübənd bilirsən də nədir? Niqab, üzə atırlar rübənd. Qabaqlar gəlinlərin başına atarlar rübəndi. Deyirlər, uğursuzluq olar. Bey, toydan qabağı gəlinin üzünü görməsin. Gəlinin başına rübənd atarlar, indi daha hamısı görür, beydən də çox görür. Deyirlər buna rübənd. Deyir, eşq ilə olan bəla rübənddir. Rübənddir. Bu bəla həmən üzdən pərdəni götürər, hicabı aradan aparar. Onun gözəlliyini çıxarar, eşqin gözəlliyini çıxardar ortalığa. Elhamdülillah. İmam Səccad əleyhissalamdan bir maraqlı bir söz var. Ağa buyurur ki, bəzən ağrı, acı, bəla yaxınlaşmaya, yəni Allaha yaxınlaşmağa səbəb olur. Elədir də, hə? Çoxdur ya elə. İnsan, Peyğəmbər əleyhissalamın bir hədisi var, qoy bunu izah verim. Bir gün əyləşmişdi, dedi, heç istəyirsinizmi ağrımayasınız? Heç vaxt ağrınız olmasın, xəstələnməyəsiniz. Sahabələr hamısı bir yerdə ki, bəli ya Rəsulallah, bəli. İndi fikirləşdirək ki, Peyğəmbər bir dua öyrədəcək bunlar ki, bunlar xəstələnməyəcəklər. Allahın Rəsulü xoş olmadı bunların bəli sözləri. Deyir ki, məgər istəyirsiniz heyvan kimi yaşayasınız? Biləsiz ki, insan xəstələnər, rəngi saralanda, ağacdan yarpaqlar tökülən kimi, payız ayında ağaclar saralıb, ağacdakı yarpaqlar saralıb tökülən kimi, onun da günahları tökülər. Xəstədir, qızdırmalı halda olanda günah, o of deyərək belənçiyinə bir ağrı yaradır, günahları tökülər onda, zikir sayılar onları üçün. Ən böyük məqam onda verilər, xəstənin deyirlər duası qəbul olunar. Məqamdır da bunlar hamısı. Bunlar məqamdır. Buyurur ki, və elə vaxtadan bəzən nə olur? Allaha daha çox yaxın olur. Bir yerə ağrıyanda, bir sıxıntısı olanda, hə? Allah, ay Allah, hələ gözü göydə də Allah. Ay, bu vaxtız Allah yada düşmürdü. İndi deyir, ay Allah, ay Allah, ay Allah, ay Allah. Pir qalmır, nə bilim, məscid qalmır, məscid yada düşür, pir yada düşür, imam yada düşür, nəzir yada düşür, qurban yada düşür, hə? Sizdə heç demirəm, ha, dostlarım üçün deyirəm, mənim dostlarım üçün. Möminlər də ki, namaz başlayır, namazdan sonra dualarını çoxaltmağa, zikirlərini çoxaltmağa və s. və s. İmam buyurur ki, bəzən ağrı və bəla yaxınlaşmağa səbəb olur. Bəzən neyməti isə uzaqlaşmağa səbəb olar. Görərsən, Allahdan uzaq düşənlərin bir çoxunun səbəbi nə oldu? Neymətin çoxluğu. Tarixdə çox olub da, bunlar neymət, Qarun məsələn. Qarun özü
Yəni, Musaya yaxın bir adam idi. Neymət çoxluğundan Musaya düşmən oldu. Allah rəhmət eləsin Əllamə Təbətəbaiyə buyurur ki, iman sahibi hər dərdin içində nurlu bir qapı axtarar. İman sahibi dərdin içərisində, bəlanın içərisində nurlu bir qapı axtarır. Bilir ki, bu bəla onu daha yaxınlaşdıracaq. Allaha daha yaxınlaşdıracaq. Bu elə belə deyil. Daha yaxınlaşdıracaq. Onun üçün daha da gözəl qapılar açılacaq. Mömin bu cür nədir? Bir bəla gəlib sonra deyir, Allah mənə daha da böyüdmək istəyir. Demir, Allah mənə zəlil elədi. Allah mənə zəlil elədi. Belə demir mömin. Deyir, Allah, burada bir xeyir var. İnnə mə'əl usri yusra. Allah Quranda buyurur. 2 dəfə ardı-ardına buyurur bu ayəni. Həqiqətən hər bir çətinlikdən sonra bir asanlıq var. Allah rəhmət etsin ustazımıza buyururdu ki, bunu belə təfsir edirdi. Deyirdi ki, çətinliklər asanlıqları doğur. Yəni o çətinlik olmasa, asanlıq olmayacaq. Adətən bunu bu cür təfsir eləyirlər, tərcümə edirlər ki, hər çətinlikdən sonra bir nə var? Asanlıq var. Amma ayə elə demir, İnnə mə'əl, ərəb dili bilənlər, mə'əl yəni bir yerdə. Hər çətinliyin üstündə də bir dənə nə gəlib? Asanlıq, bir yerdə. Çətinlik varsa bir günə ki, asanlıq da onun üstündədir. Bir yerdə gəlib, paketdir o. Amma səbr eləsən, Allah o çətinliyi sənin üçün böyük bir neymətə çevirəcək. Odur mömin çətinlik gələndə, bəla gələndə nə edir? Orada nurlu deyir bir qapı axtarır. Bu məqam. İkinci qism insanlar var ki, İmam buyurur ki, onların günahlarının yuyulması və ibrət dərs üçündür bəla. Bəzən adama bəla gəlir, nə olur? Günahlarının yuyulmasına səbəb olur. Bəzən ibrət alır, dərs alır. Dünəm gecə bir nəfər qardaş, bilməm burada da yoxsa yox, danışır, dedim, cavan vaxtımda bir dənə səhv elədim. Başıma bu iş gəldi mənim. Sonra baxdım ki, o səhvinə görə o qədər Allaha şükür eləyir. O başına gələn hadisəyə görə o qədər şükür eləyir. Mən təəccüb elədim. Dedim, nə çox şükür elədim buna görə. Dedi ki, ona görə şükür edim ki, mən ondan sonra heç zaman o səhvi buraxmadım. Bu günə kimi mənə dərs oldu. Mən daha o səhvi bir də təkrarlamadım. Bax, mömin belədir. Peyğəmbər əleyhissalam buyurur, Yubtəlal mu'minu hatta yemşiyə fil ardı və kəənnəhu la zənbə ləhu. Deyir, müminə o qədər mübtəla olar ki, indi bəla var, biz hamımız bəla əhliyi, bilirsiniz onu. Bax, bu xəstəliklər, bu ruzi sıxıntıları, bu başqa sıxıntılar, o ev sıxıntısı, nə bilim, borç sıxıntısı, nələr. Bunlar hamısı bəladır ya. Bunlar hamısı bəladır. Nə qədər bunlara səbr eləyirsən, Allaha şükr eləyirsən, həmd eləyirsən, bunlar hamısı sənin əməl dəftərində yazılır. Hələ bu deməkdə ora bəla gələcək. Hələ biz bəla ilə gəlmişik, çatmışıq bura. Bəlasız bir günümüz olmayıb. Sınaqsız bir günümüz olmayıb bizim. Heç bir insan istəyir mümin, istəyir kafir, bəlasız günü olmayıb o. Hər günün özünə uyğun bir bəlası olub, hər ayın özünə uyğun bir bəlası olub, hər dövrünün özünə uyğun bir bəlası, yəni sınağı olub onun. Deyir, müminə ki, bəla gələr, mübtəla olar, nə bilim, xəstələnər, nə bilim, ruzi sıxıntısı olar, məhsul azlığı olar. Quran buyurur da ki, biz onları qorxu ilə, aclığı ilə, məhsul sıxıntısı ilə, canla imtihan eləyərik.
Xoş adamların anı ki, səbr eləyərlər. Buyurur İmam Peyğəmbər əleyhissalam ki, o mömin ki mübtəla olar, deyir bəlalara, deyir elə bir yerə yetişər ki, yer üzərində gezər, bunun heç bir günah olmaz. Heç bir günah olmaz. Və kəənnəhu lə zənbə ləhu, sanki onun heç bir günahı yoxdur. Yar aparar. Yar aparar. Bir xəstəlik yar aparar. İmam Sadiq əleyhissalam buyuruyor, innəl bələ'u immə dərsun və immə iqab fəl mu'minu ləhud dərs. Deyir, bu bəla bəzən dərs olur, bəzən əzab olur. İqab yəni əzab. Əzab olur. Bəs mümin üçünsə bəla dərsdir. Dərs alar ondan, ibrət alar ondan. Üçüncüsü nedir? Üçüncüsü dedi ki, əzabdır, iqabdır. O kafirlərə gələr, möminlərə gəlməz. Onlara gələn nə məqamdır, nə dərsdir, onlar onsuz da dərs almayacaqlar. Belə nə olur olsun, vəziyyətdən çıxan kimi gələ də küfürlərini davam eləyəcəklər, onlar heç bir dərs almayacaqlar. O kafir insanlar, tağut əhli heç zaman dərs almayacaqlar, onların ki, keçib. Onlar üçünsə o bəla, buyurur imam ki, iqabdır, yəni əzabdır onlar üçün. Əziz möminlər, Həzrəti İmam Hüseyin əleyhissalam Kərbəlada fəqət bir imam deyildi, sərkərdə deyildi, bir ədalət uğrunda mübarizə aparan mücahid deyildi. O həmçinin ilahi eşqin simvolu idi. İlahi eşqin simvolu idi Kərbəlada. Kimin eşqi nə qədərdirsə, ariflər buyurub ki, bəlası da o qədər olar. Eşqi nə qədərdirsə, bəlası da o qədər olar. Və yaxud kimin bəlası böyüdürsə, bəlasının böyüklüyündən eşqini də neyniyərsən? Bilərsən ki, bunun eşqini boydanıdır. Birinin bəlasının böyüklüyündən onun ilahi eşqinin də böyüklüyünü bilə bilərsən. Biz İmam Hüseyin əleyhissalamın eşqinin böyüklüyünü hardan bilirik? Bəlasının böyüklüyündən. Hazreti İmam Hüseyin əleyhissalam Kərbəlada eşqin və bəlanın zirvəsindeydi. Təbətəbayinin sözüdür ya bu. Əlamı Təbətəbay deyir ki, Hazreti İmam Hüseyin əleyhissalam Kərbəlada eşqin və bəlanın zirvəsindeydi. Yəni bundan böyük bəla yox idi. Ondan böyük bir eşq yox idi. İnsanın eşqi nə qədər böyük olacaqsa Allaha sınağı da o qədər olacaq. Çünki Allah sevdiyini nə edir? Sınayacaq. İmam Hüseyin əleyhissalam eşqin zirvəsindeydi. Onun məhəbbəti o qədər güclü idi ki, bütün bəlalar, əziyyət vermirdi ona. Əksinə onun ilahi nurunu, ilahi nurla onu bəziyirdi. Bəzən bəla adam, göz adam bir çətinliyə düşəndə nə olur? Rəngi qaralar, solar, hal deyişər. Deyir, Hazreti İmam Hüseyin əleyhissalama bu bəlalar ona nə verirdi? İlahi nur ilə bəziyirdi onu. Bunun istatı bilirsiniz nədir? Kərbəlanın ən ağır nöqtəsi Hazreti İmam Hüseyin əleyhissalamın tənha qalan vaxtıdır. Tənha qalmışdı. Hər kəs şəhid olub, durub zülmlə, zalimlərlə, ədalətsiz, şərəfsiz insanlarla üzbəüz durub, bir tərəfdə onun qanına suzamış canilər, arxa tərəfdə də xeymədə pıçıltılar, dua pıçıltılar. Ya Allah, ya Allah, ya Allah, Hüseyni qoru, ya Allah. Ağlaşırlar pıçıltı ilə, dua eləyirlər, Allah Hüseyni qoru. Bəlanın ən ağır nöqtəsi idi ki, İmam Hüseyin əleyhissalam meydana girəndə. Amma düşmən qoşundan neçə ravi rəvayət eləyir ki,
Əbi Abdullah Əli Hüseyn ibn Əli meydana girəndə biz belə təsəvvür edirdik ki, indi o qırılmış, sınmış, nə oğlanlarını qurban vermiş bir ata girəcək meydana, qardaşlarını fəda eləmiş, qurban vermiş birisi girəcək meydana. Deyir, elə bir hal ilə girdi meydana ki, sanki heç nə baş verməyib. Bu bəlalar onu daha da nuran eləmişdi. Daha da əzimkar eləmişdi. Daha da əziz eləmişdi. Sanki heç nə baş verməyib. Eşq yolunda, sevgi yolunda bəlaya qatlanmaq, Allah Füzuliyə rəhmət eləsin. Məşhur şeiri xatırlayırsınız qəzənə. Ya Rəbb, bəlay eşq ilə qılaşına məni, birdən bəlayı eşqidən etmə cüda məni. Neynir? Aşıqlar bəla deyəylə, bəlamı ver, eşqimi çoxalt ginən mənim. Özümə daha yaxın elə ginən məni. Sına məni, sına. Eşqi də sına məni. Həzrət İmam Hüseyin əleyhissalam son nəfəsində, son anında çıxmışdı bunların hamısından. Beləliklə İmam Hüseyin Kərbəlada göstərdi ki, həqiqi eşq bəlalarla süzülür, sınaqlarla kamilləşir. Bəla olmadan eşqin tam mənası üzə çıxmayacaq. Çıxarmaq olmaz. Həzrət Hüseyin əleyhissalam. Allah Seyyid Əzmə rəhmət eləsin. Hacı. Hər kəs ki Hüseyin tək olmaz aşiq, zövqü ələmi səfanı bilməz. Hər kəs ki Hüseyin tək olmaz aşiq, zövqü ələmi səfanı bilməz. Nuş eyləməyəm meyi bəlanı, keyfiyyəti Kərbəlanı bilməz. Bilməz. Gözüm səndədir, əlim gözüm saatdadır. Almıram vaxtı, qoy buna da deyim. Bu ildən gələn ilə ümid yoxdur, Allaha təvəkkül. Baxın, iki cür rıza var, iki cür səbir var. Bir rıza budur, rıza yəni razılıq da, yaxşı. Ürəyim istəməsə də neynirəm? Sənə razılaşıram, yaxşı, nə deyim, da böyüksən də mənə, deyirsən, gedirəm. Otururam. Bir də var ki, sənin əmrünə qarşı, sənin əmrinə qarşı mən neynirəm? Elə razı oluram ki, nə desən də deyirəm şadam. Xoşdur, razıyam. Hüseyni Məkkədə, Mədinədə imam eləyən, gətirir Kərbəlada şümrün dizinin altına qoyur, deyir, razıyam. Sözü şad olaraq razıyam, şadlıqla razıyam. İki cür səbir var, bir səbir eləyirəm da çarəm yoxdur, dözürəm də, neyniyəcəyim ki? Bir də var ki, şükürlə səbir eləyirəm. Şükürlə. Səbrimdə sevinç var. Hazreti İmam Hüseyin əleyhissalam iki yerdə deyirlər bu duanı deyib. İndi oxuyacağam sizə. Birisi atdan düşəndədir, meydana son vaxtı girəndə deyib. Birisini də İmam-ı Zaman Əccalallahu Fərəcəhdən gələn bir ziyarətnamə var. Orada qeyd olunur ki, elə ki Əli Əsgər qucağında şəhid oldu, bu sözü dedi. İlahi rizan bir rizak, səbrən əla qəzaik, la mə'budə sivakə, ya qiyatəl müstəqis. Bu sözü dedi, ilahi sənin razılığına razıyam. Nə hesab eləməmsən mən üçün? Sənin razılığına razıyam. Sənin qəza və qədərinə səbr edirəm, şadam. Səndən başqa məbud yoxdur. Ey çətinliklərə düşənlərə neyniyən? Qiyaz, ümid verən, çıxaran, xilas eləyən.
Həzrət İmam Hüseyn əleyhissalam bu hadisələri, bu işləri şadlıqla qəbul eləyirdi, bu bəlaları şadlıqla qəbul eləyirdi. Odur ki, tarix yazdı. Elə belə deyildi ya. Bəzən, məsələn, rozaxanlar, bəzən xətiblər araşdırırsan, görürsən ki, sənədi yoxdur, əsli yoxdur. İmam Hüseyn haqqında kiçik sözlər deyirlər, kiçik sözlər deyirlər. Niyə mən bu kişini çox istəyirəm? Çox sözlərdə istifadə eləmir. Kiçik sözlər deyirlər İmam Hüseyn üçün. Cəmaatı ağlatsınlar deyə, Əl-Əkbər üçün, Əl-Əkbər gəldi də, ata, mənə su ver ginən cigərim yanır, bu suyu var. İmam Hüseyn əleyhissalam göstərdi dilini ki, ay oğlum, görürsən, mən də susam, mən neynim? Zeynəb gəldi ki, ya Hüseyin, bu uşaqlar susundan yanı, elə bilginən ki, bu bildiniz nə demək istəyirəm? Yoxdur böyle şeylər. Yoxdur tarixdə belə şeylər. Bunu özü üçün, bu təhriflər özü üçün bir daha mənbər lazımdır. Bəlkə 3 gün mənbər lazımdır adam danışsın bunu. Bu qədər təhrif olunur. Hüseynin bu əzəmətini, nə var kimisə ağlatsınlar, əzəmətini salıblar aşağıya. Qəhrəmanlığın zirvəsi Hüseyndir. Eşqin zirvəsi Hüseyndir. Allah Sədiyə rəhmət, Seyyid Əzmə rəhmət eləsin. Onun bir mərsiyəsi var. İstəyirəm bu gecə mən oxuyayım sizlərə. Hə? Amma səslə yox da, sözlə oxuyacağam. Çox ağır mərsiyədir, çox, lap çox. Çətindir. Bir salavat göndərin. Şadəm ki ilahi tökülə qanı Hüseynin. Şadam ki ilahi tökülə qanı Hüseynin, ta razı ola eşqidə cananı Hüseynin. Bunu Həzrət İmam Hüseyn əleyhissalamın dilindən yazır. Hüseyn özü için deyir ki, ilahi, Allahla danışır, münacat edir. Deyir, ilahi şadam. Şadam ki ilahi tökülə qanı Hüseynin, ta razı ola bu eşqidə. Kim? Cananı senin. Tek ilah məndən razı olasan. Qanım axsın, amma sən məndən razı olasan. Buna da şadam. Bu rizayetimdə də şadam. Şadam ki Əli Əkbər olub qaninə qəltan. Elə bilərsən ilahi Əli Əkbər bu cürünə doğranıb ha. Mən səndən birdən narahatsızlıq eləyərəm. Yox ilahi, şadam ki olu, şadam ki Əli Əkbər olub qaninə qəltan, məcruh eləyib hülqi Əli əskəri peykan. Həzrət Əli əskərin ulğundan, boğazından məcruh eləyir, axır qan. Qasım toyunu yas elədi leşkəri üdvan. Şadam ki pozuldu səri səhman Hüseyni. Şadam ilahi. Rizam bir qəzak. Sənin qəzava razıyam ilahi. Doğrandı bugün övni Əli fəzl ilə Cəfər. Qəltan olub alqanına Əbbas-ı Dilavər. Qasım boyanıb qanına həm Əkbər-ü Əsqər. Məqbul ala ey dost bu qurbanı Hüseyni. Gerçi tutulub iki gözüm qan ilə şadam. İmam Hüseyin əleyhissalamın son anlarında bir zalim götürdü, böyük bir daşı vurdu İmam Hüseyin əleyhissalamın alnından, yıxdılar yerə. Alnı partladı ağanın. Bədəndə dolu oxdu, nizə yarasdı. Vurdular daşı ilə ağanın mübarək alnından. Qan axdı, ağanın mübarək saqqalına boyadı. Gözləri də bu alnın qanından nə oldu? Tutuldu. Dir gerçi tutulub iki gözüm qan ilə şadəm. Cismim ki dolub navbə ki peykan ilə ox ilə şadəm.
Qalsam neçə gün peykəri üryan ilə şadə. Başsız, çılpaq bədənlə ağanın köynəyini çıxartdılar əynindən. Çılpaq bədən ilə neçə gün, 3 gün qaldı ağa aleyhissalam. Harada? O səhrada. Qalsam neçə gün peykəri üryan ilə şadəm, qurban sənə olsun bu təni üryan Hüseyni. Əhd etmiş idim rah-ı məhəbbətdə verəm sər. Şəhidlər bilirsiniz də, əhd ediblər Allahla misaq günündə, əhd ediblər, bəh. Əhd ediblər. Quran buyurur bunu, əhd ediblər. Onlardan bəziləri şəhid oldular, bəziləri öz növbəsini gözləyirlər. Bilmək olmaz bizlərdən kimsə İmam Zamanın arxasında şəhid olacaq, bilmək olmaz. Əhd etmiş idim rah-ı məhəbbətdə verim sər. İlahi yolda mən baş verim, əhd eləmişdim Allahla. Ətşan başımı zib eliyə şümr-i sitəmkər. Bu təşrə Hüseyin, bu deyir susuz Hüseyin. Bu təşrə Hüseyin başı, bu şim, bu xəncər indi nədir ya Rəbb dəxi fərmanı Hüseynin? Lənətullah aləl qavmə zalimin.